Yeni Pillow Talk mövzuma xoş gəldiniz. İlk olaraq tələbə adını qazanan, peşə təhsili üzrə, kollec üzrə, universitet üzrə, nə bilim, ölkə xarici, ölkə daxili fərqi yoxdur. Harda təhsil alacağından asılı olmayaraq öz həyat fəaliyyətinə bir addım daha atan bütün gənclərimizi, yeniyetmələrimizi təbrik edirəm. Nə qədər çalışsa da bu il öz istədiyi yerə daxil ola bilməyən, hər hansısa bir çətinlik çəkən, mən artıq hamının gözündə savadsız bir insanam deyə düşünən həmin o dostum. Səni də təbrik edirəm. Bugünkü mövzum daha çox bu yeni həyata keçid ala bilən və bilməyənlər haqqında olacaq ki, bəlkə də mənim bu dediklərim hər ikiniz üçün maraqlı bir yanaşma ola bilər. Məndən kiçik də olsa bəhrələnə bilərsiniz və sizin düşüncənizlə, bəlkə də beyninizdə yaranan bir sualın cavabını məndən burada təsadüfən ala bilərsiniz. Siz lazım ola biləcək hər şeyi eləmisiniz. Siz sizə ayrılan vaxtı, büdcəni dəyərləndirmisiniz. Əlinizdən gələni eləmisiniz, stres keçirmisiniz, nə, necə olacaq deyə fikirləşmisiniz. Birdən belə olsa valideynlərim kiminsə yanında necə qalar və s. bunları fikirləşmisiniz. Amma alınmayıb. İndi gəlin baxaq görək nəyə görə alınmır. Mən özüm universitetə daxil olanda, hətta onu deyəcəm ki, yəni o vaxt 700 bal yığmaq çox böyük bir uğur hesab olunurdu və mənim valideynlərim, əsasən də atam məndən 700 bal gözləyirdi. Çünki mən yaxşı oxuyan bir şagird idim, hazırlıqlarım da yaxşı gedirdi. Əsasən də mən 3-cü qrupa, yəni sənədlərimi vermişdim. Orada riyaziyyat, yəni texniki fənlər yox idi. Texniki fənlərdən heç vaxt başım çıxmayıb, heç vaxt həvəsim olmayıb. Humanitar fənləri gördüyünüz kimi danışmağı falan çox sevdiyim üçün həmin qrupda da həmin fənlər daha üstün idi. İngilis dili falan hamısı yaxşı idi. Sadəcə məndə bir problem var idi ki, mən həyəcan keçirən bir adamam, stres keçirən bir adamam. Yəni imtahan anlayışı mənə həmişə qorxudur. Mənə həmişə deyirdim ki, o əvvəlin vaxtı olsaydı bilet çəkib danışmaq, o daha rahat gələrdi, nəinki yazmaq. Elə oldu ki, mən imtahana hazırlaşdım. Bu ən çətin və mənim heç bacarmadığım riyaziyyatdan 20 ədəd yazdım və 17-si düz çıxdı. Amma ən yaxşı bildiyim Azərbaycan dilindən həqiqətən də bu çox adam üçün bəhanə olsa da həqiqətən mən sürüşdürdüm. Çünki bir sual var idi, hələ də yadımdadır, vurğu ilə bağlı bir sual idi. Güya mən onu axıra saxladım ki, ona bir də qaydaram. Yəni çox vaxt orada itirməyim, sonra beynim dolmasın və birinci Azərbaycan dilindən başlamışdım. Dedim ki, ona bir də qaydaram, o biri sualları cavablandırım. Və mən cavab kartına tutalım ki, hətta yadımdadır, vərəqim bu axırındaydı. Sonra mətn gəlirdi, mətnin sualları gəlirdi. Mən bunu saxladım, buradan davam elədim. Amma köçürəndə bunun rəqəmindən başladım. Deyək ki, bu 19 idi. Yəni 19B, 20C belə sürüşdürdüm. Və elə bir vaxtda ayıldım ki, artıq mən bitirmişdim və ilk Azərbaycan dilindən başlamışdım və o qədər stres keçirdim. Hələ mənə qarşıda 4 fən gözləyirdi. Nəysə, o ərəfəni stresli keçirdim, ümumi cavablar çıxdı və s. Mən jurnalistika fakültəsinə yox, kitabxanaçılıq informasiya fakültəsinə daxil oldum. Amma Bakı Dövlət Universitetini istəyirdim, orada daxil oldum. Kitabxanaçılıq informasiya adını çox adam belə ciddi qəbul eləmirdi. İndi dəyişib adı. Mən özüm utanmasam da, amma olurdu da indi ətrafda qrup yoldaşlarımın falan içində belə olurdu ki, utanırlar fakültələrin adından. Həmin fakültəyə bilirsiz daha çox kimlər daxil olmuşdu? Jurnalistika, tarix, hüquq onlara daxil ola bilmir, hamısı kitabxanaçılığa daxil olmuşdu. Hər nəysə, o ərəfələr təbii ki, məndən 700 bal gözləyən şəxslər üçün 379 bal yığmışdım mən. Məndən gözlənti qat-qat çox olmağına rəğmən mən həmin imtahanda həm öz gözləntim, həm də kənarın gözləntisini %100 verə bilmədim. Amma mən öz bacarığımın fərqində olduğum üçün o universitet həyatını, o bacarığı və gözləntini əks elətdirəcək formada keçirdim. Amma bunu sübut kimi yox. Bunu sadəcə olaraq öz bacarığımı göstərmək üçün edim. Hətta bir nüans da sizə deyim. Birinci kursda mən yenə riyaziyyatdan, zəif olduğum mövzudan imtahanda kəsildim. Sözümün canı odur ki, bir yerdən olmayanda qarşısına 3-4 şans çıxa bilir. Hər bir addım atmağınıza, hər bir əziyyəti çəkməyinizə baxmayaraq, əgər bu il üçün o alınmayıbsa, düzdür, indi mənim dediyim hər bir söz sizə qəribə gələ bilər ki, əşi, indi gəl bunu valideynlərə danışlar, evdə bütün günü qırğındır və yaxud da qırğın olmasa da mənə qarşı olan inamlar itdi və yaxud da hamı girdi, mən qaldım. Yəni, bunu çox yaxşı başa düşürəm, yəni bunun nə demək olduğunu anlaya bilirəm. Yəni, bu o demək deyil ki, ay mən imtahandan kəsildim, mənim bütün həyatım bitdi. Bəli, bir müddət o psixoloji vəziyyətdən çıxmağınız çətin ola bilər. Bunun üçün də nə edəcəksiniz? Eşidəcəksiniz, amma qətiyyən özünüzə zərər verməyi düşünmürsünüz. Burada əsas məsələ nədir? Oldu, mən nəyi elədim?
Niyə alınmadı? Nəyi bacarmadım? Nəyi nə qədər eləməli idim və yaxud da bəlkə hər bir şeyi elədim, bəlkə sırf həmin an alınmamalı idi deyə alınmadım. Bilmək olmaz. Çünki universitetlərdə sizin düşündüyünüz kimi hamı savadlı deyil, hamı tərbiyəli, dünya görüşlü, ağıllı deyil. Mən şəxsən öz universitet vaxtımda elə adamlarla qarşılaşırdım. Deyirdim ki, ay Allah, o da universitetə daxil olub, mən də. Burada bir fərq olmalıdır. Söhbət burada insanları hansısa bir maddi tərəfdən ayrıma görə getmir, qəti şəkildə. Heç o deyildi. Danışıq tərzi, dünya görüşü. Çünki universitet məktəb səviyyəsindən biraz daha bir damcı daha üst səviyyədir ki, ola bilər birinci kursda hər şeydən məlumatın olmaz, amma 2, 3, 4-cü kurslarda özünə bir inkişaf elətdirərsən də, mühit səni biraz dəyişər. Elə adamlar var idi ki, onlar mühiti dəyişirdi. Yaxşı olanı da pisə çevirirdilər. Yəni ki, hər yer %100 mükəmməl deyil. İnkişaf tək getdiyimiz məkanda olmur. Bizə dərs deyən təlimçidə, müəllimdə olmur. İnkişaf yenə burdan başlayır. Mənim qarşıma ən savadlı insan da çıxsa, mən ondan öyrənmək istəmirəmsə, öyrənməyəcəm. Bunu bacarıqsızlıq kimi qəbul edə bilərsiniz. Eləyin. Bacarmadım. Bacarıqsızam. Alınmadı. Uğursuzam. Uğursuz oldum. Oldu və bitdi. İndi nə edirik? Bir müddət, əgər o deyirlər yas müddəti, onu tutmaq lazımsa onu tuturuq. Psixoloji şiddətə məruz qalırsınızsa, əsasən də valideynləriniz tərəfindən, yaxınlarınız tərəfindən qəti şəkildə bir daha deyirəm, o şiddətlə mübarizə aparmaq deyil, həmin dəqiqə özünüzə çevrilməyi seçin. İlk vaxtlar çox çətin olacaq. Yenə deyirəm, deyəcəksiniz ki, əşi sən də boş-boş danışırsan. Çətin olacaq, amma mümkünsüz deyil. Özünüzə çevrilin. Gedin dil öyrənməyə başlayın. Gedin idman eləyin. Gedin açıq havada gəzin. Evdən çölə çıxa bilmirsiniz? Məsələn, icazə vermirlər, yaxşı. Gedin, nə bilim, nəsə o mütləq ki, nəsə bacarırsınız. Ola bilməz ki, siz heç nə bacarmırsınız. Bəlkə ki, özünüz belə fərqinizdə deyilsiniz ki, mən nəyi bacarıram. Çünki hər insanın daxilində bir bacarıq var. Bəlkə də bir neçə bacarıq var. Bunu araşdırın, özünüzü kəşf etməyə başlayın. Çoxlu dua eləyin, özünüz üçün çoxlu, nə bilim, xoş nələrsə xəyal eləyin. Bunlar həqiqətən boş sözlər deyil. Çünki yaxşı fikir dilə, yaxşı dildən çıxan söz, yaxşı söz isə insanın həyatına, birinci hərəkətinə, sonra o hərəkət də həyatına təsir göstərir. Ona görə sizi qınayan, sizi tək buraxan, sizi özünüzə ən pis insanmış kimi tanıdan, ən yaxınlarınızdan ən uzağa qədər eşitdiniz, yaxşı deyib keçirsiniz və öz həyatınıza baxırsınız. Öz həyatınızda inkişaf eləməyiniz hamıya ən gözəl cavab olacaq və özünüzdən qəti şəkildə şübhə eləmirsiniz. Bu uğursuzluq sizin bütün həyatınız boyu eləyəcəyiniz uğursuzluq demək deyil. Universitetə daxil olmaq təbii ki, gözəldir. Təhsil almaq, əziyyətinin bəhrəsini görmək təbii ki, gözəl bir uğurdur. Özünüzlə fəxr eləyəcəyiniz bir tərəfdir. Bəlkə də sizi qınayanlara ən gözəl cavabdır. Bundan həmfikirəm. Mən də o dövrləri keçmişəm, mən də o stressləri yaşamışam, mən də o psixoloji şiddətləri görmüşəm. Bunları mən çox gözəl başa düşürəm. Universitetin həyatınız bitdi. Yəni bir dənə bu uğuru qazandım və salam. Sən dünyanın ən uğurlu insanı. Xeyr, bununla bitmir. Həyat elə qarşıdadır. Eləcə də bu uğursuzluqla da həyat bitmir. Həyat elə qarşıdadır. Qarşıda bir uğursuzluğun qarşılığında bəlkə 5 uğurlu bir hərəkət görəcəksiniz. Bunu bilmək olmaz. Yenə də özünüzə vaxtınız qaldı. O vaxtı yaxşı dəyərləndirin. Əgər o vaxtı boş dəyərləndirsəz, ancaq ağlaşmaya, ancaq nə bilim özünüzə yazıq gəlməyə, nə bilim özünüzə ancaq psixoloji şiddət göstərməyə, buna köklənsəz, əmin olun ki, bugünə qədər deyilən sözlər yox, yenə də qayıdıram o məsələyə, sizin özünüzə zərər verəcəksiniz. Daxili təsiriniz özünüzə zərər verəcək. Heç kəs bu pisliyi eləməyəcəksiniz. Siz özünüz o pisliyi eləyəcəksiniz. Çünki o sözləri zaten bilirdiniz ki, bunu eləməsən bu olacaq və oldu, düzdürmü? Amma ondan çıxış yolunu da fikirləşmək və o anda o qərarı vermək çox önəmlidir və bu o deməkdir ki, siz həyatda həqiqətən uğurlu ola biləcək bir şəxsiz. Bir dənə araşdırın, ən uğurlu insanlar nə qədər uğursuzluqdan keçib. Travmalardan falan həmişə bəhs edəndə mən deyirəm ki, yaxşı, ailə günahkardır, sevgili günahkardır, o günahkardır, bu günahkardır, yaxşı. Bu olub sənin həyatında 10 il əvvəl, düzdürmü? 10 il əvvəl sən bunu yaşadın. Bəs 10 ildən bu tərəfə sən özün üçün nə etdin? O sənə bunu elədi, çıxdı, getdi həyatından. Əla. Və sən özün üçün nə etdin? Sən hələ də o 10 il əvvəlki problemi bu ilə qədər darta-darta gətirmisiniz. Bağışlayın, amma bu həmin adamın yox, sizin səhvinizdir ki, bura qədər edilib, bitdi. Bundan sonrası artıq sənin öhdəliyindədir.
Kasıb doğulmaq sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır. Eləcə də bunu seçməyənlər də ola bilər ki, əşi nəyimə lazımdır oxumaq, valideynin əziyyətini heç eləmək. O adamları təəssüf ki, burada mən saatlarla da danışsam, yenə də daxili təsir məsələsidir. Bu adamın özü özlüyündə ona icazə vermirsə, onun bəlkə də valideyndən asılı deyil. Çünki mən həmişə tərbiyəni, mədəniyyəti valideyndə kökləməyi sevmirəm. Ailədən gəlir gəlməyinə, amma yenə də o 10 il məsələsi. Bundan sonra adamın özünü də inkişaf elətdirdiyi böyüklük vaxt olur axı. Bunu eləməyən bir insana kim nə danışırsa danışsın, təbii ki, təsiri olmayacaq. Amma bəlkə oldu deyə deyəcəm. Səni də başa düşürəm. Yəni hansısa bir səhvin olub, anlayıram. Bu günə qədər pisliklər eləmisən, bu günə qədər ailə travması, bu kimdən nə görmüsən, düşdüyün mühitə görə belə böyümüsən, başa düşürəm. Amma məncə sənin içində də çox gözəl, çox savadlı, çox bacarıqlı və uğurlu bir şəxs var. Onu seçməyi, görməyi və axtarıb araşdırmağı çox xahiş edirəm və həyatını əşi həmişə belə idi, bundan sonra da belə olsun deyib yaşama. İnan ki, dəyişə bilərsən. Və son olaraq da gəlirik bu yolu keçib uğur qazananlara. Bir daha sizi təbrik eləyirəm. Sevinirsiniz, düşünürəm ki, bəlkə ola bilər kimlərsə hətta yəni universitetə qəbul olub, amma istəmədiyi fakültəyə qəbul olub və yaxud da istəmədiyi yer olub. Yenə də bayaq dediyim bütün sözlər sizin üçün də keçərlidir. Əsas sizin özünüz, öz düşüncəniz. Mən kitabxanaçılıq informasiya daxil olanda dekandan ilk sualım bu olmuşdu ki, çünki əvvəl 2012-də elə bilirdim ki, hər şey diplomlandır. Haranı bitirdinsə mütləq orada işləməlisən, amma mən kitabxanaçı olmaq istəmirdim, jurnalist olmaq istəyirdim və dekandan ilk gün soruşduğum sual bu olmuşdu ki, mən buranı bitirib televiziyada işləyə bilərəm. O demişdi ki, bəli, işləyə bilərsən. Yəni mən jurnalistikada oxumasam da jurnalistikanın içindəydim və bu gün də ictimai televiziyanın aparıcısıyam. Onu demək istəyirəm ki, birbaşa istədiyiniz fakültədə olmaya bilərsiniz, istədiyiniz universitetdə ola bilərsiniz. Heç biri olmaya bilər, amma ora gedən yolu yenə də siz özünüz tapacaqsınız. Yaxşımı? Qəbul olub bu tərəfdən üzgünlük yaşayanlara da bu sözü demək istəyirəm və qəbul olanlara bunu demək istəyirəm ki, universitetə daxil olandan sonra bəzi videolar çıxır ki, ay nə bilim, ilk günkü dostluqlar eyni olmayacaq, falan şey belə olmayacaq, falan şey belə olmayacaq. Bəli, hər kəs öz təcrübəsindən yola çıxaraq danışır. Ona görə deməyəcəm ki, onlar səhvdir, mən dediklərim düzdür. Həyatdır, hamısı ola bilər. Sadəcə olaraq onlarla bərabər bu tərəfdə var, onu da deyəcəm. Bəli, ortaq fikrim odur ki, universitetdə oxuduğunuz ərəfədə ürəyiniz istəyər dərsdən qaçın. Yəni bunu yoxlayın. Mən qaçmayın, heç vaxt eləməyin desəm də məntiqsizdir, çünki mən bunu eləmişəm. Amma davamlı şəkildə davamiyyətinizi problemə çevirəcək şəkildə bunu eləməyin. İkinci, dostluqlar qurmaqdan qorxmayın. Bəli, hamı %100 sizin yanınızda olmayacaq, amma yəni ən azından pis dostluqlar belə sizi həyata hazırlayacaq. Sabah siz iş mühitinə düşəcəksiniz. Orada daha ağıllı pis insanlar olacaq. Yəni universitetdəkilər nə qədər pis ola bilər ki, maksimum öz yaşına görə və yaxud da istisna adamlar ola bilər ki, bu konkret pis adamdır. Amma universitetdən sonra sizi daha böyük bir həyat təcrübəsi gözləyir. İcazə verin ki, o pis dost və yaxşı dostu da görə biləsiniz. Hamıya ya belə olmayın, ya da hamı ilə belə olmayın. Mütləq şəkildə insanlara güvənməyi seçin, amma həyatınızın mərkəzinə daxil eləməyin. Hər bir şeyinizi həmin dəqiqə kimlərinsə ovucuna verməyin. Söhbətləşin, bölüşə biləcəyiniz fikirlərinizi bölüşün. Tamamilə dediyim kimi həyatınızı kimlərinsə əlinə buraxmayın. Və sevgi həyatı yaşamaq istəyirsinizsə yaşayın. Amma universitet vaxtı sevgilər iki cür olur. Həqiqətən təmadi daimi sevgilər də olur, müvəqqəti sevgilər də olur. Əsasən də birinci kursda xahiş edirəm, tələsməyin. Həmin dəqiqə qaça-qaçına sevgili tapmağa arzusuna düşməyin. Ola bilər həvəsdir, istəkdir. Məktəbdə o tamam başqa bir cürdür. Universitet vaxtı tamam başqa cürdür. İş vaxtı tamam başqa cürdür. Mütləq ki, orada bir təcrübəsizliyiniz olar. Amma yenə də hər bir münasibətdə öz həyatınızı kiminsə əlinə buraxmayın. Sevgilini belə həyatınızın heç nə yox, ancaq odur. Onu eləməyin. O vaxtdan başlamayın belə şeylərə. Siz universitetdə oxuyursunuz. Sizin gəzib, görüb, nə bilim, əylənməli, öyrənməli, hər yerdən, hər daşın altından çıxmalı vaxtınızdır. Siz bunları eləyin. Çünki 20 və 30 yaş arası mübarizə, nə bilim, münaqişə, münasibət, qaça-qaç, qova-qov, uğur, uğursuzluq, yəni enerji vaxtıdır. Mənə görə 20-30 yaş arası enerji vaxtıdır. O enerjinizi insanlara da xərcləyin, hadisələrə də xərcləyin, özünüzə də xərcləyin. Amma balanslı şəkildə, hətta özünüzə bir damcı daha artıq xərcləyin ki, bu insanlar və mühit yoxa çıxanda bu bir damcı özünüzə artıq verdiyiniz hissə sizi ayağa qaldıra bilsin. Çünki o insanlar və mühit sizdə var olanı əlinizdən ala bilər. Bu mümkün bir şeydir, həyatdır. Şərt deyil ki, bu universitetdə olmasın. Dediyim kimi, sabah iş yerində bu ola bilər.
evləndikdən sonra ola bilər, hər şey ola bilər. Ona görə özünüzə həmişə bir 10 addım daha artığını xərcləyin ki, o digər hissələr həyatınızda olsun. Onlar da gözəldir. Amma çıxanda, sizdən nəyisə alanda, oğurlayanda o var olan balansınız, xatırlayırsınız ilk pillow talk'umuzda nə demişdik? Qorxunun üzərinə qaçma məsələsi. Yəni o ayağa qalxanda o balansınız sizə kömək olacaq. Qorxunun üzərinə tək başına getməyəcəksiniz. Silahlı gedəcəksiniz və daha ağıllı, təcrübəli gedəcəksiniz. Yeni bir təcrübə isə sizə tamamilə yerin dibinə atmağı deyil, daha da müdrikləşməyə göstərəcək, ağıllı olmağı göstərəcək. Ağıllı olmaq çox savadlı danışmaq demək deyil, ağıllı olmaq hər şeydən məlumatlı olmaq demək deyil, ağıllı olmaq səhv eləməmək demək deyil. Ağıllı olmaq sadəcə olaraq həyatda var olduğunu, yaşadığını, səhvin də, düzün də həmin şəxs üçün mövcud olduğunu bilmək, ona uyğun davranmaq, yəni oyunu qaydalarına görə oynayıb qazanmağı seçmək və qazanmaq uğrunda doğru addımlarla, sürətli addımlarla irəliləmək deməkdir. Mən tamamilə hazırda ağıllıyammı? Yox. Mənim də arada səhvliklərim olur, amma o tamamilə ağlımı da itirməmişəm. Yəni ortadayam hələ ki. Amma o tamamilə o müdrikləşmə dövrünə doğru gedirəm. Çünki hələ mən artıq 30-larıma yeni keçmişəm. 30-40 arası da o müdrikləşmə yolu ərəfəsidir ki, 40-dan sonra sən həmin o müdrik adam ola biləsən. Həyat təcrübən olsun. Əziz tələbələr, tələbə yolunda irəliləyənlər, gələn il tələbə adını qazanacaqlar. Yenə deyirəm, burada şərt deyil ancaq universitet olsun. Hansı təhsil müəssisəsinə daxil olmusunuzsa fərqi yoxdur. Bu il bu adı qazana bilməyib, amma başqa bir meyarda özünü inkişaf etdirəcək hər kəsi bir daha təbrik edirəm. Uğurunuz da, uğursuzluğunuz da sizindir və bunların hər birini uğurunuzu artırmaq, uğursuzluğunuzu uğura çevirmək sizin əlinizdədir. Qazanacağınız təcrübələr sizin peşəkar fəaliyyətinizə çox təsir eləyəcək. Amma qeyd elədiyimiz kimi daxili təsirimiz burada öz yolunu göstərir ki, səhvlərimiz çox olmasın, yəni həyati səhvlərimiz çox olmasın. Bu həyatda bir yerdən qop, bir yerə fokuslan. Bu səhv yanaşmadır. Biz insanıq. Biz eyni anda sevməyi, eyni anda əylənməyi, öyrənməyi, uğursuz olmağı, uğurlu olmağı, nə bilim, idman eləməyi, kökəlməyi, arıqlamağı, gözəl görünməyi, çirkin, hamısı bizim üçündür və biz insan olaraq bu həyatda yaşayırıqsa, hamısını idarə eləyə biləcək gücdə olmağımız bizi həyatda yaşadan tərəfdir. Yoxsa çox təəssüf ki, həvəssizlik də olacaq, uğursuzluqların sayı da artacaq və bir yerdən sonra özümüzü lazımsız bir insan kimi hiss eləyəcəyik və təəssüf ki, o dünyadan köçdüyümüz ərəfədə bunun çox böyük bir peşmanlığını yaşayacaq. Niyə indidən o peşmanlığı yaşayaq? Niyə bu cavan yaşımızda o səhvi eləyək? Yaxşımı? Hə, bir də ki, kimlə sözünüzü müqayisə eləməyin. Pillow talk mövzularımız davam eləyəcək. Hər zaman qeyd elədiyim kimi öz fikirlərinizi, mövzularınızı, suallarınızı bura yazın. Mən daim danışmağa hazıram.